Hamınızı kanalımda xoş gördüm və YouTube kanalımız Gözəl Atlar ölkəsindən, yəni Kapadokiyadan davam edəcək. Yenidən bir Türkiyə vlogu ilə, Türkiyə səfərnaməsi ilə huzurunuza gəlmişəm, necə deyərlər. Bir günü Ankara'ya gəldim və Ankara'da bir qədər dincəldikdən sonra Ankaranı çəkmədim. Çünki çox yorğun idim doğrusu, yorğun vəziyyətdə bir iş görməyin artıq tam əleyhinəyəm. Bugün üzü Kapadokiya doğru yol alırıq və yolumuz Tuz gölündən keçəcək. Türkiyənin ən böyük göllərindən biridir. Təbii bir gözəllikdir. Səhər saatlarında və ələxüsus da gün batışına doğru gəlmək daha yaxşıdır. Çünki bu zaman xüsusi rənglər olur. Bizim özümüzün Masazır gölümüz kimi qırmızı rənglər alır mövsümə uyğun olaraq. Amma biz indi zamana uyğun olaraq Kapadokiyada vaxt itməsin deyə daha tezdən çıxdıq. Gün doğuşuna falan çıxmadıq. Bizə təklif elədilər ki, gün batışına doğru çıxaq. Bu isə ümumi Kapadokiya vaxtından kəsmək deməkdir. Uzun sözün qısası Tuz gölü ilə tanış olacağıq. Burada adətən gələn ziyarətçilər gölün üzərində ayaqyalın gəzir və buradakı duzun daha çox migren, baş ağrıları üçün xüsusi faydasından qeyd edirlər və turistik bir alan var. Orada da həmin məhsullardan satırlar. Arkada da bir xeyli göl üzərində gəzənlər var. Biraz oranı göstərəcəm. Ondan sonra yol bizi Kapadokiya aparacaq. Bugün Türk videografları, ələxüsus da dron çəkənlər göl üzərində, gölla bağlı olduqca çox gözəl videolar çəkirlər, videolar ərsəyə gətirirlər. Ələxüsus Kapadokiya yaxın olmasından dolayı burada atla gəzintilər gölün üzərində həyata keçirib inanılmaz şəhanə videolar ərsəyə gətirirlər. Türklərin bu işdə bacarıqları möhtəşəmdir. Əlbəttə bizim də özümüzün də çox gözəl videograflarımız var. Sözümün canı o deyil. Və çox maraqlı məqam odur ki, 2023-cü ilin dekabrında Konya səfərim zamanı Tuz gölünə biz gəlmək istəyirdik Günay və Ümidlə, amma onda vaxt etibarilə alındıra bilmədik. Demək ki, hər bir yolun özünün vaxtı var və Tuz gölünün də vaxtı bugündür. Qeyd etdiyim kimi yenə də əgər ki Tuz gölünə gələsi olsanız, səhər çox erkən vaxt saatlarda və yaxud gün batışına yaxın vaxtlarda gəlmək daha yaxşıdır ki, həmin rənglərlə gölün rəngi inanılmaz ahəng yaradır. Bu arada gölə gəlmək pulsuzdur. Burada böyük bir dənə belə turistik bir yer tikiblər. Hər yerdə olduğu kimi həm əl yüzması var, həm içəridə satlıq mallar var. İndi bəzilərini göstərəcəm. Kosmetik məhsullar da var. Eyni zamanda kofe içmə yeri var, hətta yemək də var. Və gölə gəlmək pulsuzdur. Yəni rahat həm yol üstündə maşını saxlayıb ehtiyaclarınızı təmin edə bilərsiniz. Eyni zamanda da gölü ziyarət edə bilərsiniz. Olduqca çox gözəl düşünülüb. Məhsullar buradadır. Burada hər cür, eyni zamanda müxtəlif növ sabunlar da var. Eşək südü sabunu olduqca yaxşıdır. Üz ləkələri üçün olduqca keyfiyyətli bir sabundur. Bundan bir dəfə istifadə etmişəm. Əladır həqiqətən də. Sonra baxaq görə burada nə var. Burada saç tökülməsinə qarşı Tuz gölü minerallarından şampuan var. Nə qədər xeyirli olduğunu bilə bilmirəm. Araşdırmadan gəlmişəm doğrusu. Ona görə risk edib almayacağım. Eyni zamanda kremlər də var. Gəlib bu gözəlliyə çıxdıq. İnanılmaz gözəldir. Birinci vurduğu duyğu da inanılmazdır. Danışacağım buralar haqqında. Zaten çox Azərbaycanlı da olub, amma bir daha türklərə heyran olursan ki, insanlar burada nələr yaradıblar. Otağımızı tanış edin. Mağara içində belə triple otaqdır. Burası hamamdır. Və belə təbii mozaikli bir otaqdır. Biri aşağıdadır, otağın biri də yuxarıdadır. Və buradan da
tam görünüş, mənzərə açılır. Havasını dəyişmək lazımdır. Ona görə də açırıq. Kapadokya'dan hamınızı salamlayıram. Saat 6'ya qalır 20 dəqiqə. Deməli, şara minənlər saat 5-dən qalxıb gediblər. Mən getmədim çünki çox bahadır. 200-250 avro arasında dəyişir. Amma otelimizin yuxarısında bir seyir təpəsi var və tezdən hamı ora qaçıb. Mən də sabah səhər gedəcəm. Çünki bugün biraz soyuq idi, həm də yolun yorğunluğu idi. 3 gün hələ buradayıq. Sabah çıxacağım və indi oradan yuxarıdan qalxır və kənardan böyle çok qorxulu görsənir. Elə bilsən ki, bu saat dəyəcək. Bura çox gözəldir. Dünəndən elə ilk toxunuşdan, ilk baxışdan insan bura aşiq olur. Özünə məxsus havası və gözəlliyi var. Və beləliklə Kapadokya turumuz başlayır. Kapadokya Nevşehir ilçəsində yerləşir və demək olar ki, buradakı bu qayalıqların hamısının kökü zamanında vulkanik püskürmələr nəticəsində ərsəyə gəlmiş və sonradan yağış və külək nəticəsində peyda olmuş bu qayalıqlardır, mağaralardır və xristianlıq artıq Roma imperiyasında, Bizansın erkən dövrlərində yayılmağa başlayanda xristianlıq təqib olunurdu. Həmin vaxt təqibdən qurtulmağa çalışan xristianlar, ilk xristianlar belə deyək, həmin mağaralarda imkan vermirlər danışım. Həmin mağaralarda sığınacaq tapmışdılar. Tam da Yunanistanın Meteora qayalıqlarındakı kilsələr kimidir və zaman-zaman buralar bu şəkildə formalaşmışdı. Bu tip qayalıqlara əslində əvvəlki vloqlardan da yadınızdadırsa, həm Sildidə, Konyanın yaxındakı Sildidə, həm də Kilistrada rastlamışdıq. Eyni coğrafiyadır. Lakin Kapadokya'da, Nevşehirdə həmin qayalıqların və mağaraların sayı həddən artıq çoxdur. Ona görə də sırf turistik olaraq məhz bu ərazi turizmə açılmışdı və türklər həqiqətən də məsələn 5 il əvvəlində Kapadokya gələn insan 5 il sonra bura gəlsə buranı tanımayacaq. Çünki hər il turizm nöqteyi nəzərindən ərazilə yenilənir, xidmətlər daha yaxşılaşır. Lakin bir o qədər də qiymətlərə çox təsiri var. Qiymətlər bahalanır. Burada məsəl üçün bugün Instagram formatında bir şey paylaşmışdım. Şarlar hazırda 200-250 avro arasında dəyişir qalxmaq. Mövsümləsi olaraq 90-100 dollar da olur. Məsələn 2017-ci ildə bura gələn Azərbaycanlı xanım 200 TL'yə qalxmışdı. Bugün 200 TL'yə hətta yemək belə yemək mümkün deyil. Demək, siz bura özünüz fərdi gəlsəniz də gəzə bilərsiniz. Burada muzeylərə girişlər də var. Lakin biz tur götürdük. Turlar daha baxanda bir qədər sərf eləyir. Səhər saat 10-dan otelimizdən götürdülər. İçərinə nəqliyyat daxildir. Gün ərzində demək burada sarı turlar var. Qırmızı tur adı altında bölüblər, təsnifləndiriblər və içinə eyni zamanda muzey biletləri və yemək də daxildir. Bizim bugünkü birinci günümüz pəri bağçaları ilə başlayır. Kapadokya bu bölgenin genel ismi arkadaşlar. Kapadokya dediğimiz zaman 5 tane şehri içerisine alan bir bölgedir burası. 5 tane il yani büyük şehri içerisine alan. Kayseri, Niğde, Aksaray, Kırşehir ve Nevşehir merkezde içerisine alan 100 kilometre karelik bir alanı Kapadokya bölgesi olarak düşünün. Bu saydığım 5 tane ile de siz gittiğiniz zaman peribacaları görebiliyorsunuz ama peribacalarının en yoğun olaraktan bulunduğu yer şu dağların eteklerinden başlıyor arkadaşlar. Avanos dediğimiz ilçe orası. Oradan başlıyor. 10 kilometre buradan yukarıya doğru çıktığınız zaman Uçhisar Kalesi var. 10 kilometrede burada arka tarafta Ürgüp ilçesi var. Yani böyle bir üçgen şeklinde düşünün.
tane vadiden oluşuyor. Birinci vadi bu tarafta köy değirmeninin, Üzümlü ve Balıklı kilisenin olduğu yer. İkinci vadi şu yukarı taraftaki tepedeki yer, yani şu evlerin göründüğü alan. Üçüncü vadi şu köy meydanı olarak bilinen bu alandır arkadaşlar. Burada insanların gelip buradaki kayaları oymaktaki amaçları aslında bu kayaların kolay oyulabilir özelliğini keşfediyorlar ve buradaki kayaları oymaya başlıyorlar. Obsidiyen diye bir taş var. Yani lav taşıdır bu aslında. Lavların suyla birleşmesiyle oluşmuş keskin taşlar. Bu taşlardan kendilerine kese aletleri yapıyorlar ve buradaki kayaları oymaya başlıyorlar. Normalde bu kayaları 5 santim 10 santim içeriye doğru kazıyın. Yumuşak dokuya ulaştığınızda elinizle bile kazıyabilirsiniz. Kolayca şekil verebilirsiniz ama havayla da temas edince sertleşiyor ve dayanıklılığı artıyor. Uzun yıllar yıkılmadan kalabiliyor. Yani düşünün, hem yumuşak bir kaya hem sert bir kaya, ikisi bir arada. O yüzden insanlar buraya geldiklerinde bu kayaları ilk önce oymaktaki amaçları zorlu doğa şartları, zorlu hava şartları. Yani yazın sıcağı, kışın soğuğu. Çünkü bu kayalara girdiğiniz zaman yazın buz gibi serin oluyor, kışın da fırın gibi sıcak oluyor. İnsanlar ev yapacak ağaç vesaire şey bulamayınca doğal şartlardan ötürü kendileri için ev yapmışlar. Daha sonra milattan sonra 2. yüzyıldan itibaren birçok din adamı buraya gelip buralarda kendileri için manastırlar kurup, ibadet yerleri kurup, ileri tarafta göreceğiz zaten. Civardaki öksüz yetim çocukları alıyorlar, buraya getiriyorlar. Din adamı, din kadını olaraktan yetiştirip Anadolu'nun çeşitli yerlerine Hristiyanlığı yaymak için buralarda manastırlar yapmışlar. Yani buranın aslında manastırın kurucusu Aziz Basil isminde bir din adamı. Zəlbə 1952-ci ilə qədər burada yaşayış davam edib və sonradan artıq qayaların çökmə halları müşahidə edildiyindən yaxınlıqdakı, Görəməyin yaxınlığındakı başqa bir kəndə köçürülür. Amma ta ki 52-ci ilə qədər, 1952-ci ilə qədər bu mağaralarda insanlar yaşayıb və böyük ailələr olub və tam da bu arxadakı qayalıqlarda və evlər deyəndə ki, onların yaşadığı hissələr balaca şamlarla işıqlandırılırdı. Bu ərazi Anadolu'nun mərkəzi belə sayılır, ona görə də yay aylarında həddən artıq çöldə isti olur, qışda isə soyuq olur. Amma mağaralarda tam da bu nəqsi hər zaman müşahidə olunur. Ona görə insanlar da bu ərazidə, bu coğrafiyada mağara tipində bu quruluşlar hər zaman geniş yayılıb. Lakin yaşayışa qədər, elə orta əsrdə də yaşayış çevrilənə qədər erkən xristianlar tərəfindən yenidən bu ərazilər də qorunma məqsədi ilə istifadə edilmişdi. Burada belə pləkanlar qoyublar. Ona görə də yuxarıya qalxmaq asandır. Düşünən bəlkə zamanla bizdə Sündü mağarasında da belə eləyə bilərlər. Sündü mağaralar da Qobustanda qədim yaşayış yerlərdir. Və hardasa bir növ Zəlbədəki bu mağara quruluşu elə bizim Sündüyə bənzəyir. Arkaya doğru çok güzel çıkar. Minareleri görebiliyorsunuz. Selçuklu mimarisi tarzında dediğimiz yapılmış bir camidir. Kayseri ve civarında ve bu bölgelerde bu tarzda görebiliyorsunuz. Türkiye'nin örneklerini sadece bu bölgede görebilirsiniz. Ve sanki böyle çam takılan yere de benziyormuş gibi bakın üst tarafı. Evin doğup büyüdüğü ev, şu merdivenlerin orası bakın. Demir merdivenler böyle de onun alt tarafında, sol tarafındaki yerlerin orası, alt tarafında ahırlar. Babası yaşayıb. 3 kız kardeşi, 1952-ci ilə qədər. anne babayla birlikte 8 kişi yaşadığı bir evmiş arkadaşlar. Şuraları manastır olarak kullanmışlar. Yan tarafta da manastır var, böyle büyük oyuk. Yani 1000 yıl öncesini bir üniversite şeklinde, yatılı okulu şeklinde düşünebilirsiniz. Muhteşem. Size bahsettiğim evler şu şekildeymiş. Bakın taş evleri görüyorsunuz, penceresini falan, normal evlere. O evlerin taşlarını söküp götürmüşler. Şurada bir ev bakın şöyle. Bakabilirsiniz. Eskinin evleri bu şekildeymiş. Kayadan, mağaradan. Çatlaklar var, evet, yıkılmalar var. Taş ya. Şöyle elinizi sürün, bakın ne kadar yumuşak olduğunu görürsünüz bunlar. Kolayca bak şuraya. Evet. Kolayca kazınır ama havayla temas edince sertleşir. Eskinin evlerinde ne yapılırmış? Bu evi böyle yaptıktan sonra kireç sürerlermiş dökülmesin diye. Bu şekilde yapılır. Vitrinleri şöyle. Kandilleri Bakın şu oraya mı koyar? Kandil yerleri, o koydukları oyuklarda Şam koyulmuş. kandillerini koydukları yerler. Peki odalara nasıl geçiş sağlanıyor? İşte buralar çökmüş bak. Alt taraflarda da odalar var ama genelde bunlar nasıl yapılır? Alt tarafında ahır yaparlar. Hayvanın gübresi kışın ısıtsın diye. Onu kapatırlar. Üst taraflarda odalar olur. Bunun gibi böyle odalar. Bunun muhtemelen önünde de böyle. Neyle örterler bunu? Yok şurada şey varmış bak, şöyle söyleyeyim. Burası evin bir bölümü. Şu alanda da şu taşlardan şöyle konak şeklinde yerleri de varmış.
Camiye bakmak isterseniz bakalım. Evet. Bir de manastırın resmini çekelim sonra dönelim, olur mu? Olur. Bura məscidin içərisidir. Bu da çox güman ki, məscidin elə mehrab tərəfidir. Qeyd edir ki, bələdçi 17-ci əsrdə Ürgüp istiqamətində bu tipdə qaya içində inşa edilmiş məscidlər çox olub. Görəmədə ikinci günümüzdür. Güneşli açıldı, lakin bir qədər sonra yağış başladı. Buranın yağışı da çox gözəldir. Ümumiyyətlə buralar üçün ən gözəl vaxt elə aprel-may və payızın əvvəlləridir. Sonbahar ümumiyyətlə Türkiyənin özündə çox gözəl bir mövsümdür. Sentyabr-oktyabr ayları tam gəzmək, yorulmamaq, istiləməmək baxımından idealdır. Ümumiyyətlə bir şey qeyd edim ki, bu ərazilər, yəni bildiyimiz şəkildə xəritədə Kapadokya deyilən bir rayon, bir şəhər, bir region yoxdur ümumilikdə. Kapadokya adı altında 4 ilçə, 4 rayon birləşir ki, onlardan biri də Nevşehirdir və Kapadokya olaraq bildiyimiz və gəldiyimiz yerdə məhz Nevşehir'in ərazisinə düşür. Və burada bir neçə qəsəbə var. Görəmədir, Ürgüpdür, Üçhisar var. Çox yerdə otellər də məhz bu üçündə cəmləşib ki, demək olar ki, şarların görünməsi baxımından ən idealı məhz Görəmədir. Bizim otel də, bizim yerləşməmiz də məhz buradadır. Nevşehir özü isə yeni şəhər mənasını verir. Köhnədən adı, qədim Yunanların vaxtında adı Neopolis olub, elə onda da adın mənası yeni şəhər mənasını verirdi. Sonra da Muşkaraya dönmüşdü orta əsrlərdə. Ta ki 17-ci əsrdə Osmanlı sadrazamı və baş vəziri deyək, Damad Paşa Nevşehirə gəlib burada bir müddət yaşadıktan sonra şəhərdə meçidlər, hamamlar, bildiyimiz İslam memarlığına uyğun, Türk İslam memarlığına uyğun abidələr tikilməyə və bundan sonra artıq şəhərin adı Muşkaradan dönüb Nevşehir olmuşdu. Hər bir anlamda, hər bir mənasında şəhərin mənası yeni şəhər anlamına gəlir. Bugün bura gəlməkdən ötəri Ankara yolunu tutmaq olar. Bakı-Ankara birbaşa uçuşlardan istifadə edirsiniz. İstanbuldan da gəlmək olar. Amma əgər sırf bura üçün gəlirsinizsə, Ankara yolunu tutmaq daha rahatdır. Çünki vaxt baxımından da daha çox qənaət etmiş olarsınız. Ankara'dan Kayseri istiqamətinə həm daxil uçuşlar var, lakin eyni zamanda Ankara Nevşehir üzərində, Nevşehir olmaqla avtobus marşrutları, daha sonra qatar xətti var, Ankara Kayseri və yaxud maşın icarəyə götürüb birbaşa elə də gələ bilərsiniz. Çünki mən maşın icarəsini çox xoşlayıram, özüm sürə bilməsəm də 2023-cü ilin biz dekabrında Günay və Ümidlə gəldikdə Konya istiqamətini tutanda Konyadan artıq biz maşın götürdük və icarə maşınla daha çox yerlərə getib görmək çox maraqlı bir duyğudur. Yolları özünə təslim edirsən və istədiyin yerlərə gedirsən. Çünki bu yollar tarixi ipək yollarının üzərində olduğundan sağ və solda çox maraqlı abidələr olur. Bəzən məsələn biz indi tur götürürük. İndi bugün də turla çıxırıq. Bu artıq sarı turdur. Bu şəkildə burada qırmızı, sarı və yaşıl olmaqla turları ayarlayıblar və hər günə bir tur müəyyənləşdiriblər. Belə turların içinə həm nəqliyyat daxildir, həm gündəlik yemək daxildir və muzeylərə giriş daxildir. Gündəlik bir günlük turların belə qiyməti 40 avrodur. Amma məsələn yolda gedə-gedə görsən ki, hansı bir tarixi kərvansaranın arasından keçirsən, amma kərvansara yolun qırağında dayanıb, düzdür saxlatdırıb daxil ola bilərsin, amma hər bir halda əgər ki maşın idarə edə bilirsinizsə, rent-a-car durumu olduqca çox yaxşıdır. Mən də gərək axı bu maşın sürmə məsələsini həll edəm. Çünki yollara çıxanda maşın çox yaxşı bir, ideal bir vasitədir. Bugün bizim elə sarı turdayıq. Bugün yeraltı şəhər görəcəyik fərqli olaraq. Deməli, ümumilikdə bu ərazidə çoxlu yeraltı şəhərləri var ki, onlardan ən məşhuru Gümüşlü, Derinkuyu və Kaymaklıdır. Derinkuyuya mən əslində getmək istəyirdim, amma o bir qədər aralıdadır. O yüzdən, bu səbəbdən Kaymaklıya yeraltı şəhərinə gedəcəyik. Bu şəhərlərin də elə əsas yaranmasının məqsədi tam da bu pəri bacalarının, qayaların yaranma məqsədinə irəli gəlir, gizlənmə və inziva halında dinlərini, dini ibadətlərini qoruyub saxlamaq. Bütün bu pəri bacalarının əsas səbəbkarı isə belə deyək, dırnaqçı səbəbkarı məhz Erciyes dağındakı o vulkanik püskürmələrdir. Bəzən indi yağış da yağır. Çox gözəl bir Meyvanədən deyim var ki, əsl mərifətdir, buluddaydı, amma hər kəs yağışa tərif oxudu. İndi də burada da hamı Kapadokya gəlir, bölgəyə gəlir, pəri bacalarını görür, nə bilim, rahat bizim otelimiz kimi Mağariç otellərdə qalırıq.
Amma bütün mərifətin məhz Erciyes dağındakı vulkanik püskürmədə olduğunu da unutmamalıyıq. Yolda görüşərik. Yağış davam edir. Dünən getdiyimiz Zəlvə açıq səma altındakı bu muzey var idi. O tərk edilmiş bir kənd idi. Bugün həmin yamacın digər tərəfində yerləşən Çavuşun kəndinə gəlmişik. Bu kənd həmin kənddən bir 20 il sonra, harca 1970-lərdə tərk edilib və gələ-gələ baxdıq, indi düşüb həmin kəndin də evlərini çıxacaq. Zəlvəyə nisbətdə daha çox belə yaşamağa uyğun olan bir evlər tipindədir və insanlar ta ki 70-ci illərə kimi orada yaşayırlar və Zəlvədən fərqli cəhəti nədən ibarətdir? Buradakı insanların həmin bu evlər, həmin sahiblərin ixtiyari hüququ sahibləri də qalıb və bugün həmin sahiblər evlərini rahat şəkildə otelə çevirib onları xidmətə buraxırlar. Məsələn, Zəlvədə tamamilə artıq muzey halındadır. Eyni zamanda Çavuşun kəndinə qalxdıqda buradan ətrafa da çox gözəl bir mənzərə açılır və yeni kəndlə köhnə kənd arasında fərqi görmək olur. Bu şəkildə buradan yamacdan ətrafa mənzərə görsənilir. Qaya içində evlər də görsənilir. İndi onlardan bəzilərindən tanış olacağıq və gələ-gələ hər bir evin yanında, qırağında tarixi ev olması qeyd olunub. Bura deməli kilsə, burada işarələr inanılmazdır və bu kilsə sayılır. Bəlkəmiz artıq daşır. Halkın okuma yazma bilmediğini görüyor, farklı bir dil konuştuğunu görüyor ve inançlarının farklı olduğunu görüyor. Bir iletişim problemi ortaya çıkıyor ve bu insanlara dini öğretmek için tabii bunlara okuma yazma öğreteceksin, dili öğreteceksin. Bunlar çok uzun yıllar süreceği için çareyi bu şekilde duvar resimleri yapmakta buluyor. Öncesinde bu kayaları böyle kazıdıktan sonra şöyle bakın beyaz şeyler var. Alçı gibi böyle beyaz bir karışım yapıyor. Beyaz çamur, güvercin yumurtasının akı ve saman karıştırılaraktan yapılan bu karışımı kilise duvarlarına sürdükten sonra oksit ve mineral boyalarla İsa peygamberin doğumundan ölümüne kadar olan bütün hayatının anlatıldığı resimleri kilise duvarına çiziyor. İnsanlar okuma yazma bilmediği için de burada kilise duvarlarındaki bu resimlerle Hristiyanlığı yaymaya başlıyorlar. Kapadokya Hristiyan dini eğitim bakımından çok önemli bir yerdir arkadaşlar. Çünkü Aziz Basil ve öğrencileri İzmit'te ve İstanbul'da konsiller düzenleniyor. Yani Hristiyanlık adına toplantılar düzenleniyor. Bunlar burada hazırladıkları notları oraya götürünce dünyanın birçok yerinden notlar gelirken Kapadokyalı azizler olarak bizimkiler ünlenince Kapadokya Hristiyan dini eğitim merkezi açısından çok önemli bir noktaya geliyor ve biz sonrasında birçok din adamı buraya geliyor ve buralarda eğitimlerini alıp Anadolu'nun çeşitli yerlerine Hristiyanlığı yaymak için bu bölgeleri kullanmışlar. Tabii daha sonrasında bu bölge Müslümanlıktan sonra burayı güvercinlik olarak kullanmışlar. Bakın şöyle yukarıda görüyorsunuz güvercin yuvalarının girişleri var. İnsanlar tabii ihtiyaçlarına göre buraları şekillendirmişler, kullanmışlar. Kimi ev olarak kullanmış, kimi ahır olarak kullanmış, kimi güvercinlik olarak kullanmış ve bu şekilde sonraki dönemlerde kullanılacak. Kilsədən çıxınca tam da belə bir dəriyə yol düşür. Sadəcə insan ağlını, təxəyyül məhsulunu bir araya gətirəndə və insanlar burada ta qədim olsun, ta qədim deyəndə erkən orta əsrlər olsun, sonrasında necə yaşayıblar, onu düşünəndə insan bir qədər belə halı qarışır. Həmin köhnə evlərdən qalmanın birinin qalığıdır. Bu da evlərdən birinin otağı olub, bu şəkildə qalıb. Çox maraqlıdır həqiqətən də. Bu hissələr də otaqlardır. Böyle bakabilirsiniz eski bir ev, telebacası evi. Mağarada insanlar necə yaşayıb düşünməsi belə adama bir qədər qəribə gəlir. Burak kırmızı ne? Şimdi anlatacağım. Evet bekliyoruz böyle gelin. Evet arkadaşlar şimdi Kızıl Vadi bakın bu tarafta karşı tarafta görüyorsunuz kırmızı renkte peri bacaları. Şöyle biraz daha ileriye doğru baktığınız zaman sarı renkte görüyorsunuz. Beyaz renkte var, yeşil renkte var. Bunun da sebebi aslında burada 4 tane yanardağın olması ve içerisindeki minerallerin de farklı olmasından dolayı değişik renklerde ve tonlarda da oluşmuş. Şansınıza bakın yağmur yağdığı için de renklerin ne kadar güzel böyle ahengini görebiliyorsunuz. Aralarda böyle çizgiler de var bakın. Zamanında buranın size deniz olduğundan bahsetmiştim. Aslında onlar da su seviyelerini gösteriyor. Zamanla böyle yer kabuğu yükseldikçe sular da azalmaya başlayınca da sular çekilmiş ve bu kayalar ortaya çıkmış.
Şurada bakın bir sürü güvercinlik var arkadaşlar. Aşağı tarafta güvercinlikleri görüyorsunuz. Dikkatli bakarsanız Kızıl Vadi'nin orada da bakın kapılarını, pencerelerini görebilirsiniz. Şurada sağ taraf aşağıda bir sürü güvercinlik var. Yani bu kadar çok güvercinliğin olmasının sebebi güvercinler öncelikle dini dönemlerde kutsal hayvan olarak kabul edilmiş. Örneğin Hristiyanlık döneminde İsa peygamberle Yahya peygamber Ürdün Nehri'nin kenarında giderken beni vaftiz etmeni istiyorum diyor ve soyunup Ürdün Nehri'ne girdiğinde Ürdün Nehri'nin suları birden ters akmaya başlıyor. Yahya peygamber onu yıkarken, vaftiz ederken gökten bir ışık çakıyor. Başına beyaz bir tane güvercin geliyor. Hristiyan inancına göre, kutsal kitap İncil'e göre Tanrı'nın sesi duyuluyor. İsa oğlumdur, ondan minnettarım dediği için güvercinleri Tanrı sözcüsü olaraktan kabul ediyorlar ve bu şekilde kayaların üst noktalarına, tepe noktalarına güvercinlikler yapıp koruma altına alıyorlar. Aynı zamanda Müslümanlık için de kutsaldır. Televizyonlarda izlemişsinizdir. Hazreti Muhammed düşmandan kaçarken mağaraya sığındığında örümcek kapısını aile kapatıyor, içeriye güvercin yuva yapıyor. Muhafızlar kapının önüne geliyorlar, içerideki güvercini görüyorlar. Mağarada biri olsa güvercin kaçar dediklerinden mağaraya bakmıyorlar. O yüzden güvercin Hazreti Muhammed'i koruduğundan dolayı da Müslüman inancında güvercin besleme adeti, geleneği de buradan geliyor. Bir diğer inanışta da Hacı Bektaşi Veli var burada. Hacı Bektaşi Veli Mevlana ile aynı dönemde yaşamış ünlü İslam alimlerinden bir tanesi. Hacı Bektaşi Veli Horasan'dan yani İran'dan buraya gelirken güvercin şeklinde buraya geldi. Dergahını kuraraktan İslamiyet'i yaymaya başladığına inandıklarından dolayı da Bektaşi inancında da kutsal hayvan olarak kabul ediliyor. Tabii bu dini yönlerinden ziyade normalde buradaki araziler bakın hep tarım alanları var. Volkanik araziler aslında dünyanın en verimli arazileri ama su çok az olunca, tarım alanları verimini kaybedince güvercinleri uzun yıllar gübreler için besliyorlar. Tarımdaki verimi %40, %50 oranında artırınca uzun yıllar kullanılmış ama sonrasında suni gübreler, kimyasal gübreler de çıkınca güvercin beslemek de çok zor olduğu için yavaş yavaş güvercini bırakmışlar. Velosipedçiləri gördüm. Burada ümumilikdə xaricilərin, xarici turistlər bir qədər hər zaman fərqli səfər edirlər və bu onların çox gözəl bir özəlliyidir. Xüsusən də xarici gənclər də olsun, yaşlarda da onu rastlamışıq. Məsələn, gəldikləri yerdə bu ümumiyyətlə burada 2 günə Kapadokiyanı bitirmək olmaz, Nevşehiri bitirmək olmaz. Burada İhlara Vadisi var və mən bayaq 3 yeraltı şəhərin adını çəkdim. Burada 36 yeraltı şəhər var və bunun ən idealını tam da o üç gənc eləyib velosiped götürüblər. Velosipedlə həm bədənə fiziki gücdür, fiziki idmandır, tərbiyədir. Eyni zamanda da ərazini qəşəng gəzib görmək baxımından da çox əladır. Eğer vaxt etibarilə vaxt hamıya qənaət verirsə, vaxt sizə qənaət verirsə, daha böyük bir zaman açılında, zaman kəsiyində gəlirsinizsə və velosiped sürə bilirsinizsə, velosipedlə hərəkət etmək çox gözəldir. Ta ki yuxarılara kimi gəzirsiniz, hava müthişdir, çox gözəldir. İnsanın ciyəri nəfəsi açılır, əladır burada. Yağış hazırda dayandı, bayaq çox yağırdı. Yayda burada çox isti olur. Zaten yayda gələn Azərbaycan turistləri də havadan şikayət eləyir. Bu yerlərdə, Mərkəzi Anadolu'dur, buralarda yayda nəfəs almaq qeyri-mümkündür. O səbəbdən də daha yaxşı, daha komfortlu səfər üçün bu səfərin ümumilikdə səfər həyatının, səyahətin ən önəmli anlarından biri, məqamlarından biri vaxtı doğru seçməkdir. İllah da getməliyim, illah da mənim yayda vaxtım var deyə isti yerə getmək, səfəri ta başdan məğlubiyyətə uğratmaq deməkdir. Ona görə də məsələn isti bir yerə getmək istəyirsə və ondan zövq almaq istəyirsinizsə, vaxtı yaz və payız olaraq seçmək daha yaxşıdır. Çünki gəzəcəksiniz, komfortlu özünüzü hiss edəcəksiniz və ətrafı da gəzib görmə və kəşf etmə baxımından daha ideal olacaq. Belə indi bəzi məqamlar olduqca da təkrardan paylaşacağım və sadəcə olaraq burada yaradılmış turizmə baxdıqdan sonra dünən də bunu qeyd etmişdim. Özümüzdə də, yəni özümüzün bizdə Qobustan civarında, Qobustan Şamaxı yolunda bu cür mağaralar olduqca çoxdur. Nəriman kənddə var, Sündü var, Bədilliyə getmişdim, Bədillidə var. Ərazidə çox böyük mağaralar var. Biz istəsək hər şey yada bilərik. Mən onu həmişə demişəm. Hər cür vasitəmiz var. Bilmirəm nəyin tənbəlliyidir, nəyin etməməyidir, amma istəsək biz də yarada bilərik, istəsək biz də edə bilərik. Burada ta ki kəndin yuxarı hissəsinə qədər, bura mağaraların üstüdür. Çay daşlarından da yollar çəkilib ki, sürüşkənlik olmasın. Hər dəfə gəlsən, sadəcə heyran olub gedirsən və bəzi şeylərdə üzüntü yaşayırsan, sonra da biraz da ümidlənirsən ki, inşallah ki, hər şey daha yaxşı olacaq.
Bu arada bələdçi Hacı Bektaş Vəlidən danışdı və buralara kimi gəlib Hacı Bektaş Vəli Həzrətlərini ziyarət etməmək günah olardı. Çünki Türkiyə ərazisində Ələvilik demək Hacı Bektaşi Vəlinin adına bağlanır. Bektaşilik deməkdir. Bunun çox gözəl bir hekayəsi var, çox gözəl bir dərin bir təsəvvür dünyası var, irfani bir işığı var ki, sabah artıq geriyə dönəndə mütləq ki fasiləni Hacı Bektaş Vəlinin türbəsində edəcəyik. Yolun da gözəlliyi məhz bundadır ki, bir mənzildən digər bir mənzilə yol açılır. Ve 36 tane yeraltı şehri keşfedildi. 150 civarında da yeraltı köyleri var. O yüzden buradaki yaşam yeraltı şehirleri ve yeraltı köyleri de ikiye ayrılıyor. Yeraltı şehirler içerisinde 8 tanesi ziyaret açık. Bu da onlardan bir tanesi. Normalde bu yeraltı şehri yerin 8 kat altında, 4,5 kilometre kare büyüklüğünde ve aynı anda 20 bin ila 30 bin insan alabilecek kapasiteye sahip bir yeraltı şehridir. Bu yeraltı şehrinin tarihine baktığımız zaman Geç Hitit dönemine kadar gidiyor. Yani Hititler de Kapadokya bölgesinde milattan önce 1800'lü yıllarla 1200'lü yıllar arasında yaşamış. Yani 4000 yıl öncesinde ilk inşaatının başladığı, zamanla bu yeraltı şehirlerini genişleterek de büyüttükleri düşünülüyor. O tarihteki bu yeraltı şehirlerini kullanmaktaki amaçları öncelikle zorlu doğa şartlarından, zorlu hava şartlarından kendilerini koruyabilmek için yerin altına giriyorlar. Yani yazın sıcağı, kışın soğuğu. Çünkü bu yeraltı şehirlerine yazın girdiğiniz zaman buz gibi serin oluyor, kışın girdiğiniz zaman da fırın gibi sıcak oluyor. İnsanlar bunu keşfediyorlar ve bu amaçlarla kullanmaya başlıyorlar. Daha sonra milattan sonra 2. yüzyıldan itibaren Roma'nın baskısından, zulmünden kaçan din adamları dinlerini gizli gizli yayabilmek için, ibadetlerini yapabilmek için yerin altına kiliseler yapıyorlar, okullar yapıyorlar ve civardaki öksüz yetim çocukları alıp burada yetiştirip ve Türkiye'nin farklı yerlerine Hristiyanlığı yaymak için gönderiyorlarmış. Daha sonra 7. ve 8. yüzyıldan itibaren Arap akınları gelmeye başladığı sırada onlardan saklanabilmek ve gizlenebilmek için yerin altına girmişler ama yeraltı şehrinin genel mimarisine baktığımız zaman daha çok bu savaşlarda, saldırılarda, baskınlarda saklanabilmek ve gizlenebilmek için yapıldığını görüyoruz. Şimdi bu yeraltı şehrinde binlerce insanın rahat bir şekilde yaşayabilmesi için, rahat bir şekilde çalışabilmesi için en fazla havaya ihtiyaç duyacaklarından önce ana hava bacalarını açıyorlar. Bakın bu onlardan bir tanesi. Bunun gibi 50-55 tane ana hava bacası var. Toprağın üstüne böyle büyük ağaçları koyuyorlar. Hayvanlarla böyle etrafında döndürerekten 65-70 metre derinliğine kadar iniyorlar ve hava bacalarının geçtiği noktalarda çalışıp yeraltı şehirlerini genişletiyorlar. Burayı aynı zamanda bir asansör gibi kullanıyorlar. Yukarıya böyle 2 tane taş koyuyorlar. Üstüne bir tane tahta koyup çıkrık yöntemiyle aşağıya kovalarını sarkıtıyorlar ve buradan çıkardıkları toprakları yukarıya taşıyorlar. Normalde şöyle düşünün. Bu alanı yani bir oda dolusu bir toprağı kazıyıp dışarıya çıkartın, dökün. 7 oda dolusu bir toprak yığıntısı oluşturur ki 4,5 kilometre kare alandan çıkan toprağı düşünün. Koskoca bir dağ yığıntısı ya da tepe yığıntısı oluşturması lazım ama bölgenin etrafına da baktığımız zaman böyle bir yapay bir tepe ya da yapay bir oluşum yok. Muhtemelen insanlar bunu düşündüler. Biz bu toprakların hepsini çıkardığımızda aynı yere dökersek buradan geçen insanlar ya bu toprak nereden geldi, bura nasıl oluşmuş diye yeraltı şehirlerini bulurlar diye korkuyorlar ve çıkardıkları toprakların hepsini başka vadilere taşıyorlar. Bu da erozyonda yok olup kaybolduğunda bu yeraltı şehri 1964 yılına kadar bulunamıyor. 1964 yılında burada köylüler tarafından rastlantı sonucunda bulunuyor ve temizlenerekten sadece %5'lik bir kısmı ziyarete açılıyor. Çünkü bazı kısımları kumlarla dolduğu için kapanmış, bazı kısımları da halen burada köylüler tarafından kullanılıyor. Yani dikkat ettiyseniz yeraltı şehrin etrafında bir sürü ev var. Bazı evlerin altında böyle tüneller var ve insanlar yeraltı şehrinin bir kısmını yani evlerin altına denk gelen kısımlarını soğuk hava deposu olarak, ambar olarak ve ahır olarak günümüzde de kullanılıyor. O yüzden biz bu yeraltı şehrinin sadece %5'lik bir kısmını geziyoruz. Sadece bu değil, 36 tane yeraltı şehri içerisinde 8 tanesi açık ve 8 tanesinde de aşağı yukarı yani 50 yıl içerisinde bulunduğu için %5'lik kısmından fazla gezileni yok. Çünkü
Dediğim gibi bazı kısımları kapalı, bazı kısımlarda burada köylüler tarafından halen kullanılıyor. Şimdi harç şeklinde yapılmış bir kilisedir. İsa peygamberden sonra o Çavuş'unda gördüğünüz resimli kilise gibi düşünün burayı. Burada tamamı var. Her şey anlatılıyor. İsa peygamberin bütün hayatını buraya çizmişler ama şurada zamanında burayı tanrı evi olarak kullandıkları için isten dolayı resimler kaybolmuş arkadaşlar. Burayı da restore edecekler. Şu köşelerde de 4 tane hayvan figürü var. O da 4 tane kutsal kitabı sembolize eder. İncil'i sembolize eder. Luka, Markus, Matta ve Yuhanna İncil'lerini sembolize eden hayvan figürleri ama define avcıları tarafından oralarda biraz da tahrip edilmiş. Bura aynı zamanda bir okuldur arkadaşlar. Kilise ve okul. Şu kısımda İsa peygamberin bütün hayatının anlatıldığı freskler var, duvar resimleri var. Karşı tarafta ve şu kısımlarda da öğrencilerin sıraları var. Oturma yerleri var. Din adamı buraya oturuyor. Öğrenciler bu tarafa oturuyor ve buradaki resimlerle birlikte Hristiyanlığı öğreniyorlar. Hristiyanlığı öğrendikten sonra da o da Anadolu'nun çeşitli yerlerine gidip kendi kilisesini açıp Hristiyanlığı yaymak için böyle faaliyetlerde bulunmuşlar. Şurayı bakın şaraphane olarak kullanmışlar. Bizim bu bölgede üzüm çok fazla yetişiyor ama üzüm uzun süre muhafaza edilemediği için üzümü buraya havuzların içerisine atıyorlar. Ayaklarıyla eziyorlar üzümü. Üzümün suyu buradan kanaldan akıyor. Şuraya geliyor. Şu küpleri kullanırlar. Büyük küpleri. Üstüne böyle ince tülbent gibi beslenirler. Üzümün suyu ezildikçe küplerin içerisine birikir. Üzüm suyunun şarap olan dediğim bu 1950'li yıllarda kullanılan gaz lambaları bunlar. Lüks aynen. İçine şuradan dolduruluyor gazlar, yağ. Ondan sonra şurada fitili olur. Yaktığınız zaman aydınlatmada kullanılıyor. Beni birleştirmişler. Herhangi bir baskın saldırı gelir diye bu tünelleri kullanıyorlar. Yani gizli kaçış tünellerinden bir tanesi. Ama belirli aralıklarda, birer kilometre aralıklarla da o yuvarlak taşlardan yapmışlar. Değirmen taşı gibi taşlardan. Düşman saldırısı geldiği zaman arkadan kapatıp kaçmak için zamanı buradan kazanıyorlar. Dediğim gibi 10 kilometre arkadaşlar burası. Varsa gitmek isteyen, inanmayan varsa geçerken yoldan alırız. Var mı gidecek olan? Ben bir soru soracağım. Buyurun. Buranın tek giriş tek çıkışı mı var? Yok aslında tek giriş tek çıkış değil. 50-55 tane hava bacası. Bunun gibi yüzlerce de tüneli var ama sadece bu alan %5'lik bir alanı. Normalde buranın yukarıdan tepeden bir girişi var ama ziyaretçiler oradan giremediği için buradan aşağı taraftan böyle girişi verdiler. Şunu merak ediyorum. Şimdi adam oradan girdi. Evet. Başta birkaç tane şey çok fazla olmasa da. Evet. Şimdi bu adamlar güvenlik açısından Dəhşətli sadəcə. Bir giriş var. Yüzlerce girişi var. Bu Çardaq kəndindədir. Bu qədim şəhər. Hazırda ən məşhur yeraltı şəhərlərdən biri Qaymaqlı və Dərinqoydur. Dərinqoy daha çox sosial şəbəkələrdə paylaşılır, bilmirəm niyə. İndi bizim daha çox vaxtımız olsaydı, 2-3 gün əlavə vaxtımız olsaydı, yəqin ki mən ora özüm gedərdim. Çünki çox görmək istəyirəm. Bir də görmədiyim daha bir yer qalır. O da Gümüşlü Manastırıdır. Hazırda Gümüşlü Manastırına Anadolu'nun Petrası da deyirlər, Türkiyənin Petrası deyirlər. Onun şəklini vloqa əlavə eləyəcəm. Olur da siz bu tərəflərə gəlsəniz, mütləq qaydada ya tur olaraq və yaxud ayrıca bir maşın götürüb Gümüşlü Manastırına da gedin və Dərinqoyu yeraltı şəhərinə də onu da ziyarət edin. Güvercinlik buranı deyir. Güvercinlərin yuvası. Bütün bu güvercinliklər ümumiyyətlə Kapadokya'nın ramizinə çevir. Kapadokya'da sonuncu gecəmizdir, sonuncu axşamımızdır və komandamızda xanım üzvlərdən birinin doğum günüdür və həm bir səbəb olsun, həm bir bəhanə olsun. Qızıl İrmaq çayının sahilində Evranos restoran deyilən bir yer var. Mağara içində belə ənənəvi türk mətbəxi olan bir yerlərdən biridir və tam da Mardində kimi burada da hər axşam, çünki Mardin və Urfada sıra gecələr keçirilərsə, burada ənənəvi türk axşamları keçirilir və biz də sonuncu gecəmiz daha maraqlı, unudulmaz olsun deyə buraya geldik.
Mağara içində belə bir yerlər hazırlanıb, ənənəvi restoranlardır. Bir çox mağaralar otellərə çevrilib, bir çoxları isə belə ənənəvi türk mətbəxinə ayrılıb. Bu təcrübəni də sınaya bilərsiniz, qiymətləri də sonunda deyəcəm. Qiymətlər necə idi? Qoy onu da deyim. Deməli biz tur götürdüyümüz şirkətdən, onu da Instagram adresini yazaram. Əlavə olaraq deməli bura otelimizdən transferlə gəlmək və bu gün burada yemək hamısı birlikdə adam başı 40 avroya başa gəldi. Oteldən götürürlər və həmin bu ənənəvi türk mətbəxinə də Türk mətbəxindən istifadə dadırsan. Eyni zamanda burada gözəl bir şoular olur. Türk rəqsləri və Türk kültüründən xas olan bütün xalqların rəqsləri burada göstərilir.